Sultan Animasiya Studiyası təqdim edir. Balaş 2. bölüm. Dost dar gündə tanınar. Salam, siz balaşa zəng vurmusunuz. Yoldasınızsa bir düyməsini, evdəsizsə 2 düyməsini sıxın. Operatorun cavabını gözləməyin. Balaşın dərsi çoxdur, telefona cavab verə bilməyəcək. Hə, bilirəm. Dərsimiz çoxdur. Gəlirəm. Kitabları çıxar. Qapınızın ağzındayam. 2 dostun nağılı. Deməli biz əsl dost necə olar adlı inşa yazmalıyıq. Məncə yaxşı dost tapmaq heç də asan deyil. Amma mənim bəxtim gətirib. Sən varsan Teymur, sənin haqqında yazacağam. Mən də səndən yazmağı düşünmüşdüm Balaş. Amma əvvəlcə mətni oxumaq lazımdır. Günlərin birində 2 dost meşədən keçirdi. Birdən ayıya rast gəldilər. Dostlardan biri tez qaçıb ağaca çıxdı. O biri isə qaça bilmədi. Qorxusundan yerdə uzanıb özünü ölülüyə vurdu. Ayı da yaxınlaşıb onu iylədi. Sonra çıxıb getdi. Ağacdakı oğlan hoppanıb dostunun yanına düşdü. Ayı sənə nə dedi? Deyə soruşdu. Ayı dedi ki, dar gündə səni qoyub qaçan insanlarla dostluq eləmə. Bir gün biz də dostluğumuzu sınaqdan keçirmək üçün meşəyə gedərik. Meşəyə? Birazdan nənəm gələsidir. Yaman hirslənəcək. Teymur, hara getdin? Deyirəm Balaş, mən yavaş-yavaş gedim. Yoxsa evdə narahat olarlar. Dosta bir bax. Ayrı vaxt axşama kimi qalıb oynayardı. Heç evdə narahat olmazdılar. Nə olar, eybi yox, borc olsun. Hardadır mənim balalarım? Sizin üçün gözəl bir bazarlıq eləmişəm. Salam nənə. Salam Balaş. Bəs Teymura mı? Gedib evdə narahat olacaqlarmış. Dalaşmısınız yoxsa? Yox, hər şey qaydasındadır. Ağıllı balam, mənə nəsə demək istəmirsən? Hə, nənə, bilirsən? Əla, gülü görəndə Balaş çox sevinəcək. Əsl dost dar gündə tanınar.